Qardaşımız buyurur ki, cahil toy edirlər. Bilirik ki, cahil toyların çoxsunda içki də olur. Ən azından musiqi olur. Bir müminin də ora getməsi çətin olur, gedə bilmir. Eyni zamanda qohumluq əlaqələrini də kəsmək istəmir. Belə halda nə etməliyik? Belə halda, möhtərəm qardaşlar, çalışmalıyıq ki, nə bir gün əvvəl, nə bir gün sonra o qohumlara gedək, onları təbrik edək, onlarla görüşək, onlara xeyir, bərəkət arzulayaq, hidayət arzulayaq Allahdan. Ən azından onların yanında olaq ki, niyyətimiz də nədir? Qohumluq əlaqələrini birləşdirmək. O niyyətlə gedirsən. Ancaq bir məqam qalır ki, məclisdə oturmaq, onu da yəqin ki, başa düşən insanlar səni üzürlü sayar ki, sən o məclisin əhlindən deyilsən, orada otura bilməzsən. Artıq elə xəttlər var ki, o qırmızı işarələr var da, qırmızı xəttlər var, onu keçmək olmaz. Bu Allah və Rəsulunun qoyduğu qayda qanundur ki, onu keçmək olmaz. Hətta qohumluq əlaqəsi nə qədər zirvədə olsa belə, o harama girə bilməzsən. Ancaq onun ətrafında qohumun yanına gedirsən, ondan gözəl davranırsan, onu təbrik edirsən. Hətta toydan sonra, əgər adətdə varsa, müəyyən bir az da olsa, ona dəstəyini göstərirsən ki, bir dənə niyyətlə gedirsən. O da qohumluq əlaqəsi itilməsin. Bəzi qardaşlarımız, Allah hidayət versin, nə edirlər? Niyyət də yaxın durmurlar. Cahil toylarına, nəinki toylarına. O cahildir deyə başım ki, onun qapısını da açmır. Toyuna başım söhbət gedə bilməz. Və zənn edir ki, yaxşı iş görür. Əslində dinimiz bunu istəmir bizdən. Dinimiz bizə istəyir ki, yaxınlaşasan, qohumluq əlaqələrini gücləndirəsən və əgər sən ondan uzaqlaşırsansa, necə ola bilər ki, o səndən dəvət qəbul eləsin? O sənin sözünü qəbul edə bilərmi? Sən onun qapısını açmamısan bir dəfə. Onun xeyrində, şərində iştirak etməmisən. O səndən xeyir qəbul edə bilərmi? Vallahi eləməz. Heç vaxt eləməz. Heç vaxt eləməz. Nə üçün eləsin? Sənin üstünlüyün nədir ondan? Hidayət verib Allah, o sənin üçündür. Sənə verir. Ancaq bir insan kimi, o da sənin kimi insandır. Hidayət gəlməyib. Onun gün sən ona haramın cizgilərini qorumaq şərti ilə sən ondan ünsiyyəti saxlamalısan. O da sənin kimi bir insandır. Nə olsun ki, cahildir? Sən də cahil olmuşsan. Get onu ziyarət elə, ünsiyyət saxla, çalış onu əldə eləyəsən, onu qazanasan. Necə ki, Şeyxülislam İbn Teymiyyə rahimehullah bilirsiniz ki, zindanda olub. Zindanda ən mücrim insanlarla bir yerə salmışlar onu. Mücrim bilirsiniz də, ən qatı cinayətkar, qatı günahkar insanlarla bir kameraya, bir yerə salmışdı. Ki, orada əziyyət çəksin. Bir gün gəlirlər ki, günlərin bir günü, baxırlar, cinayətkərlər hamısı səcdələr namaz qılır. Bir nəfər belə qalmayıb. Hamısı hidayət olunub. Kimin səbəbindən? O kişinin səbəbindən. İxlasdan işləyib orada. Dayanmayıb. Baxmayıb bu kimdir, nəçidir. Cinayətkar olub və yaxud fasiq olub, günahkar olub, nə iş görüb, keçmişinə baxmayıb. Onlar hamısını Allah üçün dəvət edib. Və deyir, orada yaşadığı, olduğu yerdə bir nəfər belə insan qalmamışdı. Hamısı deyir, gecə namazına belə qalxırdılar deyir. Hətta deyir, dəhşətə gəlmişdilər ki, görən, bu nədir belə? Bu necə olan bir şeydir? Və götürürlər, atırlar tək kameraya. Ki, yəni bu boyda insan təmiz dəyişmir. Hamısı namaza başlayır. Hamısı namaz qılır. Və tək salırlar. Götürür, bir qələm, bir uçqay, bütün günü yazır. Bütün günü dinilə nə edir? Kitab yazır. Gəlir görürlər ki, bu ancaq yazır.
uçqanı da, vərəyi də alınır. Heç nə qalmır. Alimlər gətirirlər ki, deyir, 8000 dəfə ölənə kimi Quranı xətm edir. Və sonunda da deyir ki, məni bütün elmlər bu Qurandan məhrum edib. Qurandan o qədər ləzzət alır. Deyir, mən indi deyir, Quranın ləzzətini tapdım. Heç nə tapmır, ancaq Quran oxuyur. Ta ölən günə kimi orada da ölür. 8000 dəfə Quranı xətm edir, ölənə kimi. Ancaq Quranı xətm edir, gecə gündüz. Və orada da canını tapşırır. İsmail müəllim, bir gündə 2 dəfə oxuyan vaxt oluyor, xətm eləyən. Bəli, bəli. 6-7 saatdan, 8 saatdan bir xətm eləmək olur. 8 saat, 9 saat xətm eləmək olur. Yəni, düşünün ki, insan həyatı bəzən necə faydalı ola bilir, görün. Bugünkü gün Şeyxülislam deyəndə, İslamın şeyxi deyiləndə kim nəzərdə tutulur? İbn Teymiyyə. Çünki necə həyat yaşayıb? Gözəl həyat, faydalı həyat. Hətta düzdür, dinimizdə bilirsiniz ki, evlənmək mühümdür, sünnədir. Ancaq evlənməyə vaxt olmuyor. İnşallah ki, Allah da onu üzürlü sayır. Çünki evlənməyə vaxt olmuyor. Yəni, o qədər elmə bağlı olub ki, bilib ki, evlənsə, ailənin də haqqı var. Onun da haqqı var, onları ödəmək lazım. İndi onu insanlar dəlil gətirə bilməz ki, mən də evlənmirəm. İnsan baxırsan, 24 saatın elə 20 saatını boş-boş gəzir. Ancaq gələndə evlənmək deyir, mən də bu həyat yaşamaq istəyir. Ancaq o vaxt tapmayayım elmdən. Qorxub ki, haqqına girər. Ona görə, möhtərəm qardaşlar, mömin faydalı olmalıdır. Hər oturduğu yerdə fayda verməlidir. Bildiyin ən qısa faydanı da olsa verməlisin. Ən balaca, işində olsun, evdə olsun, qonşularla olsun, qohumlarla olsun. Yəni, oturub onlarla dünyanı müzakirə edirsənsə, deməli, boş həyat keçirirsən. Dünyanı onlar müzakirə eləməli, müəyyən bir çərçivədə. Ancaq insanlar oturur, saatlarla maşınlardan danışır, evlərdən danışır, nə bileyim, insanları müzakirə edir. Vallahi baxırsan, bir zərrə faydası yoxdur. Ancaq yüklənmə var. Qeybətə gedir, böhtana gedir, ona gedir, buna gedir, faydasız gedir. Ancaq Allah'ı zikr etsən, bağışlanıb çıxırsan. Kim Allah'ı zikr edərsə, bağışlanar. Necə ki, Allah subhanahu wa ta'ala mələkə nə deyir? Mələklərə, gedin, məni zikr olunan o məclisdə hər kəsi bağışladım. Yəni, dünyadan danışırsan, ancaq itirirsən, boş vaxt gedir. O vaxt ki, Allah Resulü sallallahu aleyhi və sələm buyurur ki, ni'mətəni məqbunun fihimə kəfirun minən-nəs. İki neymət var ki, çox insanlar ondan qafildirlər. Onlardan birincisi, əs-sihhatu vəl-faraq. Səhhətdir, sağlamlıqdır. İkincisi də nədir? Boş vaxt. Boş vaxt. Deyir ki, əl-vaqtu kəs-sayfi. Bir vaxt qılınc kimidir. İlləm təqta'hu qata'ak. Deyir, əgər sən onu kəsməsən, o səni kəsər. Ona görə vaxtı dəyərli keçirmə. Ömür qısadır. Ömür qısadır, vaxtı faydalı keçirməliyik. Tək qaldın, Quran oxu. Zikr elə. Boş qalma. Boş qalma. O boş qaldığın günlərə hər birimiz peşman olacaq. Hər bir mömin, hər bir insan qiyamət günü peşman olacaq o boş vaxtına görə. Necə kəşki onun vaxtında doldursaydım. Onu telefonda keçirməsəydim. Onu sosial şəbəkələrdə boş-boş şeylərə baxmaqla keçirməsəydim. Kəş deyəcək, ancaq nəyin faydası yoxdur artıq. Artıq faydası. Düşünün ki, bir sosial şəbəkədə nəyəsə baxırsan, gözün harama dəyir. Düşün ki, o haram səni nə qədər məşğul edir. Bir harama qadın görürsən, açıq-saçıq görürsən və o sənin beynini, zehnini, qəlbini məşğul edir.
və beləliklə səni məhv edir. Və sən həm fiziki olaraq, həm mənəvi olaraq səni zəhərləyir. Necə ki, İbn Qayyim Rahiməhullah gətirir. Deyir, harama gördün, həmən çəkinsən haramdan, elə bir ləzzət alırsan ki, onun ləzzəti səndən uzun müddət getmir. Ancaq harama gördün və ona davamiyyətli baxmağa davam etdin, sən elə bir əziyyət çəkirsən ki, yəni sanki nəfsini zülm eləyirsən. Həm o haramı əldə eləyə bilmirsən, eyni zamanda da onun əzabını çəkirsən. Həm fiziki olaraq, həm mənəvi olaraq. Ona görə insan birinci anda çətin olsa belə nəfsini haramdan qorumalıdır. Qorumaq məqamı çətindir. Ancaq qoruduqdan sonra gözəl bir huzur gəlir insana. Nə üçün qorudun? Allah üçün. Allah üçün olan hər bir şeydə xeyri var, bərəkət var. Bəli, sallallahu aleyhi ve sellem.